Herkese salam. Bugün sizden bitənlər videosu çəkəcəm. Hamısını bir qıraqdan yığmışam. Razı olduğum, narazı olmadığım hissləri, bölmələri sizlə bölüşəcəm. Öncəliklə razı olduğum bəzi məhsullardan başlayayım. Qızlar, bu çox yaxşıdır. Bu indi 2-nin 1 olub. Bilmirəm, bundan yenə yoxdur Rozmanda. Mən bunu 2-3 ay əvvəl alıb işlətmişəm. Çox yaxşıdır. Çox yaxşıdır. Yəni saçı pambıq kimi eləyir. Mənim kimi taxta kimi saçı olanları belə pambıq kimi eləyir. Mənim saçımın belə yumşaq görünməsinin səbəbi mənim çox ciddi qulluq eləməyimdir saçlarıma. Özünüzə görə bilərsiniz. Yəni yemişəm maskanı. Çox yaxşıdır. 1 2 3 peelinglər. Yəni necə izah edeyim? Görün bir göstərim. Bu Bakıda yoxdur, Baleyanındır. Bu Alverde'nindir. Bakıda ola bilər olsun. Bu da Baleya DM-dən aldığım biridir. Bunların hamısının eyni funksiyası var deyə birdən göstərirəm. Çünki hamısı dərini təmizləyir. Yəni əgər mənim kimi sizin də dərinizdə batıq problemi varsa, bunu alıb istifadə edə bilərsiniz. Çünki mən də hamı ilə bölüşmüşəm ki, batıq problemim var və peeling, at fırçası, daha sonra skrab, duş geli, ürəkli duş gelləri, nəmləndirici, glikolik asid mənim həyatımın bir parçasıdır və mən bunlarsız bədənimdəki bu batıq görüntüdən qurtula bilməmişəm. İndi azalıb, tamamilə yox olmur. Yəni mən bunu hər bir şəkildə araşdırmışam. Tamamilə yox olmur xanımlar. Sadəcə azalır. Yəni müəyyən qədər dəriniz xoşunuza gəlir. Çünki batıq görüntüsü xoş bir şey deyil. İstənilən yay, yaz, qış fərq etmir. Yəni xoş bir şey olmadığı üçün istəyirəm ki, siz də faydalanasınız. Deməli, rutin belə bu şəkildədir. Skrab, ondan sonra mən birinci duşdan əvvəl at fırça ilə aşağıdan yuxarı doğru masaj eləyirəm. Daha sonra skrab, ürəkli duş geli, ondan sonra nəmləndirici, glikolik asid, AH serumu, bunların hamısını istifadə edə bilərsiniz. Amma öncədən deyirəm, əlinizin bir qırağında, bədəninizin yüngül bir yerində yoxlayın daha sonra. Çünki məsələn məndə AH serum çox yaxşıdır, amma glikolik asid o qədər də yaxşı təsir eləmir. Ona görə həftədə bir dəfə bacardığım qədər eləyirəm. Çünki məndə səpki verir, glikolik asid qızartı verir. Yəni ona görə əvvəlcədən yoxlayın. Daha sonra bunun deyəsən istehsalı dayanıb. İbroşenin bu papatyalı duş geli deyil, təmizləmə gelidir. Çox qəşəngdir. Həm dərindən təmizləyirdi, həm qurutmurdu dərini. Çox razıyam. Çox yaxşıdır. Buna CeraVe işlədirəm indi. Onu da bəyənsəm 2-3 dəfə işlətmişəm. Tam nəticəsini görsəm sizlə paylaşacağam. Ondan sonra hamının bəyəndiyi bir şeydir. Mənim bəyənmədiyim Morphos. Yəni bitirmişəm, düzdür. Çünki mən ümumiyyətlə məhsulları yarıda qoymağı sevmirəm. Amma yəni heç bir əlavə təsirini görməmişəm qızlar. Heç bir